Salam kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə riyaziyyat natural ədədlər bölməsini öyrənməyə davam edirik. İndiyə qədər natural ədədlərdən öyrəndiyimiz dərslərə aid ümumi misallara gəlin baxaq. Birinci nümunəmiz 6-cı sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə uşaq evini ziyarətə getdilər. Onlar aldıqları 40 şokolad və 60 bulkanı həmin uşaqlar arasında bərabər bölündülər. Uşaq evində ən çox neçə uşaq tərbiyə alınır? Baxın, təkrar oxuyuram məsələnin şərti. 6-cı sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə uşaq evini ziyarətə getdilər. Onlar aldıqları 40 şokolad və 60 bulkanı həmin uşaqlar arasında bərabər bölündülər. 40 şokolad, 60 bulka. Şokolad 40 dənə, bulka nə qədər? 60 dənə. Uşaq evində ən çox neçə uşaq tərbiyə alınır? Baxın, 40 şokolad, 60 bulkanı bərabər bölüblərsə, birinci necə edirik? Əboblarını tapırıq. 40-la 60-ın əbobunu tapacağıq. Qırx, 60. 40-la 60-ın əbobu baxan kimi bilirik ki, 120-dir. Yəni bunu, daha doğrusu əbobları, əkobu desə 120, əbobu 20-dir. Baxan kimi bilirik ki, hər ikisinin bölündüyü ən böyük ədəd 20-dir. Yəni bunu adi üsulla, standart üsulla tapaq. Sadə vurğularını ayıraq 40-ı da, 60-ı da, 20, 5-i də 5-ə 1. 60-ı da sadə vurğularını ayıraq. 30, 2-yə 15, 3-ə 5, 5-i də 5-ə 1 eləyəcək. Əbobunu tapanda necə eləyirik? Deməli, 40 neçədir? 2-nin kubu vurulsun 5. 60-da 2-nin kvadratı vur 3 vur 5. 2-nin kvadratını götürürük. Yəni, bu 2 dənə 2-ni götürürük. Ortaq vurğulardan qüvvəti ən kiçik olanı götürürük. 3 ortaqdır, 5 ortaqdır. Və 5-i götürürük. 2 vur 2 vur 5. 2 vur 2 vur 5. Neçə eləyir? 4-ü 5-ə 20. Deməli, bunların əbobu 20-dir. Cavab belə olacaq ki, 20 uşaq var, hərəsinə nə qədər şokolad düşəcək? 2 şokolad və 3 bulka. Baxın, 40 şokoladı 20 uşaq arasında böləndə necə olacaq? 40-ı bölürük 20-yə, 2 eləyir, yəni 2. İki şokolad, sonra 60-ı bölürük 20-yə,
3 eləyəcək. Üç bulka. Deməli, 20 uşaq var, hərəsinə 2 şokolad düşəcək, 3 bulka. Yəni, məsələni təkrar izah edək. Deməli, uşaq evini 6-cı sinif şagirdləri ziyarətə getmişdilər. Onlar aldıqları 40 şokolad və 60 bulkanı həmin uşaqlar arasında bərabər böldülər. Uşaq evində ən çox neçə uşaq tərbiyə alır? Birinci 40-ın 60-ın əbobunu tapdıq. 20. Deməli, uşaq evində 20 uşaq var və 40-ı böldük 20-yə 2. Deməli, hər uşağa 2 şokolad düşəcək və 60-ı bulkaların sayında böldük 20-yə 3 elədi. Yəni, hər uşağa da 3 bulka düşəcək. Başqa bir nümunəmizə baxaq. A və B 2 rəqəmli ədəddir. Əbob AB bərabərdir 7 olarsa, A üstəgəl B cəminin ən kiçik qiymətini tapın. Baxın, A və B 2 rəqəmli ədəddir. Əbob AB 7 olarsa, Əbob AB bərabərdir 7 olarsa, A üstəgəl B cəminin ən kiçik qiymətini tapın. A üstəgəl B cəminin ən kiçik qiymətini istəyir. A üstəgəl B cəminin ən kiçik qiymət olması üçün həmçinin A ilə B-nin özlərinin də ən kiçik qiyməti olmalıdır. Deməli, elə A, B ədədləri tapmalıyıq ki, onların ən kiçik qiyməti olsun və əbobları 7 olsun. İki rəqəmli ədədlərimizdən baxın. A və B deyir, axı 2 rəqəmli ədəddir. Elə ən kiçiklərini tapmalıyıq ki, əbobları 7 olan. Misal üçün, 14 və 21. Baxın, bunun biri 1, biri 7 ola bilir. 7 və 14 ola bilməz. Baxın, tutalım ki, A 7, B 14 olsa, yəni əbobu 7 eləyəcək. Ancaq belə ola bilməz, çünki A və B hər ikisi 2 rəqəmli ədəd olmalıdır. Onda necə eləyirik? Biri 14, digərin 21 götürə bilərik. Məsələn, A-nı götürək 14, B-ni 21. Baxın, 2 rəqəmli ədədlərdən əvvəla baxırıq. 7-yə bölünən ən kiçiyi nədir? 14. A-nı götürdük 14. Və B-ni də elə tapmalıyıq ki, o 14 ilə əbobu 7 olsun. Ən kiçik bir B ədədi tapmalıyıq ki, 14 ilə əbobu 7 olsun. Nəyi tapırıq? 21.
A üstəgəl B-də nədir? 14 üstəgəlsin 21 bərabərdir 35. Yəqin ki, bu misalda aydın oldu. Keçək digər nümunəmizə. Belə bir diaqram çəkək. Diaqramımızı çəkirik. Buraya yazırıq sayı. Burada sadə vuruq. Sadə vuruq. İndi isə bura, sonra bir dənə çəkirik. Bura. Sonra bir dənə də bura. Baxın. Yenə bura. Bura 3'dür. Bura 2'dir. Burada 1'dir. Aşağı da eyni qaydada
2, 3, 5. Bu A-dır, B-dir, C-dir. İndi buna əsasən bizdən bunu istəyir. Çox nazik olacaq, biraz qalın eləyək. Bərabər yerə bölək bunu. Bura 1, 2 və 3. A ədədi burada A ədədi sonra əkob AB sonra əbob AB. Baxın, A ədədini tapmalıyıq, əkob AB-ni və əbob AB-ni. Bizim verilənlərimiz nədir? Baxın, bu diaqram. A ədədi 2-dən 3 dənədir. 2 vurğundan 3 dənədir. B ədədi 3 vurğundan 2 dənədir. C ədədi də 5 vurğundan 1 dənədir. Yəni yazaq. A bərabərdir 2-nin kubu. 2-dən baxın 3 dənədir. 2-nin kubu. B bərabərdir 3-ün kvadratı. C də bərabərdir 5/1. İndi isə gəlin bunları bir-bir tapaq. A 2-nin kubu neçədir? 8. B 3-ün kvadratı neçədir? 9. C 5/1 neçədir? 5. İndi A ədədini tapdıq 8.
Bura cavab yazırıq 8. A ədədi 8. Sonra əkab AB-ni tapırıq. Əkab AB neçədir? Əkab 8, 9. 8, 9 bərabərdir. 8 ilə 9-un əkobu nədir? Baxın, 2-nin kubu və 3-ün kvadratının əkobu. Ortaq sadə vurguları yoxdur. Deməli, birinci götürürük 9-u, böyüyün sadə vurguları, böyük ədədi. Vururuq, ortaq əgər varsa ortaqlara. Üzr istəyirəm, əkobu tapanda birinci böyüyü götürürük, vururuq. Əgər ortaq olmayanlar varsa ortaq olmayanlara baxın. Ortaq olmayan elə 2-nin kubu özüdür, yəni 8. Bərabərdir. 8-i 9-a vuranda neçə eləyir? 72. Əziz şagirdlər, bilirsiniz ki, ardıcıl ədədləri qarşılıqlı sadə olunur. Yəni, baxın, 8 və 9-dakı kimi sadə olunur və qarşılıqlı sadə ədədlərdə nədir? Ortaq böləni sadəcə 1 olan ədədlər qarşılıqlı sadə ədədlərdir. Həmçinin qarşılıqlı sadə ədədlərin də əkobu nə idi? Onların hasilinə bərabər idi. Bu cürdə tapa bilərik. 8 vur 9, 72. Gəlin, bura yazırıq 72. Bunların da tapacağıq. Əbob 8, 9. Ardıcıl ədədlər qarşılıqlı sadə olduğu üçün onların da qarşılıqlı sadə ədədlərin əbobu nə idi? 1. Bu da eləyəcək 1. Bu misalımızı da belə həll etdik. Başqa bir maraqlı misala baxaq. Xətti ölçüləri 2, 3 və 4 sm olan paralelipipedlərdən kub düzəltmək üçün ən azı neçə paralelipiped götürmək lazımdır? Baxın, paralelipipedimizi açaq. Şəkillərdə həm mən internetdən dərsdən əvvəl həm düzbucaqlı paralelipiped götürmüşəm, həm də kub götürmüşəm. Baxın, bunu gəlin kopyalayaq. Paintimizi təzədən açaq.
kubumuz burada. Yəni bir dənə də düzbucaqlı paralelipipedi özümüz çəkək. Buradan bir dənə xətti çəkək. Açırıq karandaşımızı və yazmağa başlayırıq. Xətti ölçüləri 2, 3, 4 sm olan. Baxın, tutalım ki, baxın, paralelipipedlərdən. Düzbucaqlı paralelipipedin 3 tini var, 3 tərəfi var. Və bunlar 2, 3, 4'dür. 2, 3, tutalım ki, bu da 4. Santimetr olan paralelipipedlərdən baxın, tutaq ki, bu kubu düzəltmək lazımdır. Kub düzəltmək üçün ən azı neçə paralelipiped götürmək lazımdır? Kubun həcmi bərabərdir, bilirik ki, V kub, V kub kubun 3 tini var və hər bir tin bir-birinə bərabərdir. Yəni A-dır, tutaq ki, kubun həcmi A kubu ilə hesablanır. V kub bərabərdir A kub, yəni bir tinin kubu. Paralelipipedin həcmi isə V P, yəni paralelipiped, düzbucaqlı paralelipipedin həcmi də tinlərin hasini, yəni A vur B vur C, 3 tinin hasini. Bilirik ki, kubun bütün tinləri bərabərdir və həmin tinlər paralelipipedin xətti ölçülərindən düzəlməlidir. Odur ki, bu ölçü həm 2-yə, həm 3-ə, həm də 4-ə bölünən ədəd olmalıdır. Baxın, kubun bu tinləri bilirik ki, bərabərdir 3 tini də və bu tinlərdə paralelipipedin tinlərindən düzəlməli olduğu üçün bilirik ki, bu məsəl üçün bunun tini, kubun tini A-dırsa, A paralelipipedin tinləri olan 2, 3 və 4-ün hər birinə bölünən ədəd olmalıdır. Onda necə edirik? Əkob ABC-ni, yəni 2, 3, 4-ü əvvəlcə tapırıq. Əkob 2, 3, 4
Bu ardıcıl natural ədədlərdir. Bunlar deməli qarşılıqlı sadə ədədlərdir və bunların əçobu da necə tapılır? Hasilidir. Bunların hasili. Qarşılıqlı sadə ədədlərin əçobu bilirik ki, onların hasilidir. Üzr istəyirəm. Qarşılıqlı sadə ədədlər dedik. Bunu 1 kimi gördük. 2, 3, 4'dür. Bunların əçobunu tapanda 3 vurulsun 4, 12'dir. Baxın, belə də tapa bilərik. Sadə vurğularını ayıranda 1, 3'ü ayıranda 1, 4'ü ayıranda 2, 2, 2'ni də 2'yə yenə 1. Bunu belə tapırıq. Böyüyün sadə vurğularını götürürük, yəni 4'ü və digərlərində ortaq olmayanları götürürük. 3 ortaq deyil, 2 isə ortaqdır. Yəni 4 vur 3 bərabərdir neçə? 12. Tapdıq ki, 12. Deməli, bizdə kubun tini 12'dir. Baxın, bura 12'dir. 3 tərəf də 12 olacaq. 3 tinin 3'ü də 12 olacaq. İndi isə gəlin V kubu tapaq. V kub bərabərdir 12'nin kubu. 12'nin kubu. Sonra düzbucaqlı paralelipipedin də həcmini gəlin tapaq. BP, yəni paralelipiped bərabərdir 3 tinin hasili. Vur 2 vur 3 vur 4. Bərabərdir neçəyə bu da? 24'ə. Paralelipipedlərin sayını tapmaq üçün kubun həcmini paralelipipedin həcminə bölmək lazımdır. Baxın, həcmi bu olan kubu almaq üçün neçə dənə belə paralelipiped istifadə olunduğunu tapmaq üçün bunun həcmi, kubun həcmini paralelipipedin həcminə bölmək lazımdır. Yəni V kub böl V paralelipiped on ikinin kubunu bölürük 24'ə. Da neçə eləyəcək? 12 vur 12 vur 12'dir. Kubu düzdürmü? Bunu bölürük 2 vur 12'yə. 24 də 2 vur 12'dir. Bu gedəcək, bu gedəcək ixtisar, bu gedəcək və bu 6 bərabər eləyir 12 vurulsun 6'ya bərabərdir 72'yə. Deməli, biz tapdıq ki, tərəfləri 2, 3, 4 olan düzbucaqlı paralelipipedlərdə ən azı, baxın, məsələ necə idi? Xətti ölçüləri 2, 3 və 4 sm olan paralelipipedlərdən kub düzəltmək üçün ən azı neçə paralelipiped götürmək lazımdır? Tapdıq ki, 72 dənə. Deməli, birinci kubun tinini tapdıq. Çünki kubun tini bu paralelipipedlərdən təşkil olunduğu üçün kubun tini elə ədəd olmalıdır ki, həm 2-yə, 3-ə və 4-ə bölünsün, eyni zamanda qalıqsız bölünsün. Və bunun da ən kiçik ortaq böləni əçobu 12'dir. Deməli, kubun tinin ən kiçik götürdük 12. Kubun həcmi neçə olacaq? 12'nin kubu, yəni 1 tinin kubu. Sonra düzbucaqlı paralelipipedin həcmi də tinlərin hasilidir. 2 vur 3 vur 4. Baxın, həcmi 12'nin kubu olan bir kubu
həcmi 24 olan paralel pipetlərdən düzəltmək üçün baxırıq ki, neçə dənə paralel pipetini götürmək lazımdır. Bunu tapmaq üçün kubun həcmi bölürük paralel pipetin həcminə, yəni bir dənə paralel pipetin həcminə bölürük. Bunu da aldıq 72 dənə. Mən 72 dənə düzbucaqlı paralel pipet götürmək lazımdır. Başqa nümunəmizə baxaq. A və B natural ədədləri üçün A bölünsün B bərabər 4/3. Baxın. A, B natural ədəd. Bunu biraz sərgən yazaq. Oxumaq olsun. A və B natural ədədlərdir. A bölünsün B 4/3-dür. Bərabərdir 4/3. Və bunların əkobları yenə əboblarının cəmi 104-dür. Üstəcə əbob abi bərabərdir 104. B-A fərqini tapın. Deməli, AB natural ədədlərdir. Gəlin bunun şriftini düzəldək, Word-də yazaq davamı. Əkob AB üstəgəlin əbob AB bərabər 104. Həmçinin A bölü B 4/3-dür. Gəlin belə eləyək. A bölü B bərabər 4/3 olduğu üçün A-nı götürək 3K. A bərabərdir 3K. B də bərabərdir 4K. A bölü B bərabər 4/3 olduğu üçün A 3K-dır, B də 4K-dır. Əkob AB üstəgəlin əbob AB. Gəlin bir əbobu, birinci əbobu tapaq. Aşağıdan da yazaq əkob. AB. AB. Əbob AB bərabərdir 3K ilə 4K-nın əbobu nədir? Elə K.
Necə tapırıq? Baxın. 3K-nı sadə vurğayına ayıranda 3, bu eləyəcək K, K-nı da K-ya böləndə 1, 4K-nı da sadə vurğayına ayıraq 2, 2K eləyəcək, K-nı da K-ya böləndə, yox, onu təkrar 2-yə böləcəyik, eləyəcək K, K-nı da K-ya böləndə 1. Bunun əbobu necə tapılacaq? Ortaq hansıdır burada? K. Baxın, K olacaq əbob. Bərabərdir K. Əkobunu necə tapacağıq? Böyüyü vurulsun, yəni böyük, bunun hamısını götürürük, 4K vurulsun. Buradan ortaq olmayan hansıdır? 3. 4K vurulsun 3, o da eləyəcək 12K. K. Sonra bunların da cəmini tapırıq. 12K üstə gəlsin, K bərabərdir 104. 13K bərabərdir 104-ə. 104 bölün 13, 8. K bərabərdir 8-ə. Və B çıxanı da tapırıq. B çıxılsın A bərabərdir 4K çıxılsın 3K bərabərdir neçə eləyəcək? K-ya. O da nəyə bərabərdir? 8-ə. Cavab tapdıq 8. Bu misalımızı da belə həll etdik. Növbəti səhifəni açaq. Daha doğrusu yeni səhifə açaq. Qalıqlı bölmədə əkob və əbobun hesablanması. Belə bir nümunəmiz olsun. 3-ə, 4-ə və 5-ə. Böldükdə qalıqda 1. 5-ə böləndə qalıq 1 alınan ən kiçik ədəd. Ən kiçik ədəd.
Deməli 3-ə, 4-ə və 5-ə böldükdə qalanlıqda 1 alınan ən kiçik ədədi tapaq. Birinci bunların əkobunu tapmalıyıq. Yəni bu ədəd nəyə bərabər olacaq? Əkob 3, 4 və 5. Üstəgəl 1-ə. 3-ü sadə vurğulara ayırırıq. 1-ə. 4-ü sadə vurğulara ayırırıq. Sonra 5-i də ayıraq. İndi bunların əkobunu tapırıq. Əkobu nədir? Ən böyüyü götürürük. Vurulsun. Ortaq olmayanlar. Yəni bu ortaq deyil. 4. Vurulsun 3. Həmçinin bunlar ardıcıl natural ədədlərdir. Baxın 3, 4, 5. Ardıcıl natural ədədlərdə bilirik ki, nədir? Qarşılıqlı sadə ədədlərdir. Yəni ortaq bölənləri sadəcə 1-dir. Qarşılıqlı sadə ədədlərin də əbobları 1 olur, əkobları isə onların hasilinə bərabər olur. Hasili neçə eləyəcək? 60. Ədəd özü də nədir? 60 üstə gəlsin 1. Daha doğrusu biz belə yazmalıyıq. Üstə gəlsin 1 bərabərdir. Bərabərdir 60 üstə gəl 1. O da bərabərdir 61-ə. Sonra başqa nümunəmizə baxaq. Dördə böldükdə qalanlıqda 2, 5-ə böldükdə qalanlıqda 3, 6-ya böldükdə qalanlıqda 4 alınan ən kiçik natural ədədi tapın. Dördə böldükdə qalanlıqda 2, 5-ə böldükdə qalanlıqda 3 gəlin onu yazaq. 4-ə böldükdə qalanlıqda 2 alınır. 5-ə böldükdə qalanlıqda 3. 6-ya böldükdə qalanlıqda 4. Ən kiçik natural ədəd. Alınan ən kiçik natural ədəd. Yəni baxın belə tapaq. Birinci ədədimiz
4-ə böldükdə qalanlıqda 2 alınırsa, 4a üstəgə 2 şəklində yaza bilərik. İkinci ədədimiz 5-ə böldükdə qalanlıqda 3 alınırsa, 5b üstəgəlin 3 yaza bilərik. Üçüncü ədədimiz 6-ya böldükdə qalanlıqda 4 alınırsa, 6c üstəgə 4 yaza bilərik. Sonra indi bu ədədləri gəlin bu şəkildə göstərək. Dörd a üstə gəlinsin 4 sıx 2 5b üstə gəlinsin 5 sıxılsın 2 sonra 6c üstə gəlinsin 6 sıx 2. Baxın, bu şəkildə yazdıqda görürük ki, maraqlı bir forma alındı. Bu ədəd 4-ə bölündükdə qalanlıqda 2 alınır. 5-ə böldükdə qalanlıqda 2 alınır, 6-ya böldükdə qalanlıqda 2 alınır. Deməli, bu elə bir ədəd tapmalıyıq ki, 4-ə və 5-ə, 4-ə, 5-ə və 6-ya böldükdə qalanlıqda 2 alınsın. 4-ə, 5-ə, 6-ya bölünən ən kiçik natural ədəd hansıdır? Əkop 4, 5, 6. Baxın, 4-ü sadə vurğularına ayırsaq, 2, 5-i ayırsaq, 5, 1, 6-nı ayırsaq, 'Bunu necə tapırıq Əkopun? 6 vurulsun, ən böyüyü götürürük. Ortaq olmayanlar 5'dir. Vurulsun 5 və ortaq olmayan burada hansıdır? 2. Bu 2 var, digər 2. 60 yerə çək bu. Və ədədimiz də nədir? 60, deməli 4-ə, 5-ə, 6-ya böldükdə qalanlıqda 2 alınır. Daha doğrusu 4-ə, 5-ə, 6-ya bölünən ədəd çıxılsın 2. Yəni 60 çıxılsın 2. Çıxılsın 2 bərabərdir 58.
Deməli, ədədimiz oldu 58. Təkrar izah edək. Baxın, ədədi 4-ə böldükdə qalıqda 2, 5-ə böldükdə qalıqda 3, 6-ya böldükdə qalıqda 4 alınan ən kiçik natural ədəd deyil, tapın. Birinci ədədi nə formada yazırıq? Dedik ki, 4-ə böldükdə qalıqda 2 alınır. 4A üstəgəl 2 şəklində. Sonra ikinci ədədimizi dedik ki, 5-ə böldükdə qalıqda 3 alınır. 5B üstəgəl 3 şəklində yazırıq. Üçüncü ədədimizi də məsələnin şərtində bildik ki, 6-ya böldükdə qalıqda 4 alınır. 6C üstəgəl 4 şəklində yazırıq. Sonra bunları maraqlı bir formaya gətiririk. 4A üstəgəl 2-ni 4A üstəgəl 4 çıx 2, 5B üstəgəl 3-ü, 5B üstəgəl 5 çıxılsın 2 və 6C üstəgəl 4-ü də 6C üstəgəl 6 çıx 2 şəklinə gətiririk. Bu formaya saldıqdan sonra biz görürük ki, bu ədədi 4-ə də bölündə qalır, 4-ə bölünür. Elə bil ki, 4-ə bölünən ədəd çıxılsın 2 şəklindədir. Həmçinin 5-ə bölünən ədəd çıxılsın 2 şəklindədir. Həmçinin 6-ya bölünən ədəd çıxılsın 2 şəklindədir. Deməli, biz birinci 4-ə və 5-ə, 4-ə, 5-ə və 6-ya bölünən ən kiçik natural ədədi tapmalıyıq. Bunun üçün 4, 5 və 6-nın əkobunu tapırıq. Tapdıq 60 və bu ədəd 60 çıxılsın 2 şəklindədir. Yəni 58. Bu dərs deyəcəklərimiz bu qədər. Dərsə aid hər hansı sual, təklif və irad olarsa videonun altına rəy bölməsinə bildirə bilərsiniz. Və əgər dərslərimiz faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.